Salam, kanalımızın dəyərli izləyiciləri. Məndən yeni bir sualın izahını istəmişdiniz. Çoxalma ontogeniz bölməsində 12-ci sual. Məsələnin şərtində deyilir. Meyoz prosesi zamanı 16 hüceyrədə sentromer sayı artmışdır. Yetişmə zonasına neçə hüceyrə daxil olmuşdur? Sentromer nədir? Sentromer hər bir xromosomda bir ədəddir və xromatidlər məhz sentromer adlanan hissə ilə bir-birinə birləşirlər. Və baxın, bu iki xromatidli xromosomdur və bu hissə sentromer sahədir. Hər bir çeyin, hər bir qol bu sahədən bir-birinə birləşmişdir. Və onun da üzərində kinotoxor adlanan zülali bir sahə vardır ki, ora bölünmə vətərləri birləşir və bu vətərlərin qısalması sayəsində bölünmə zamanı xromatidlər bir-birindən ayrılır və ya qız xromosomlar bir-birindən ayrılır. Bu zaman sentromer sayı artmış olur. Niyə artmış olur? Çünki ayrılan xromatidlər artıq sərbəst xromosom hesab olunur. Yəni bu da bir xromosomdur. Bunlar da hərəsi bir xromosomdur. Lakin bu iki xromatidli bir xromosomdur. Bunlar isə hərəsi bir xromatidli bir xromosomdur. Deməli, bunların da sentromer adlanan sahəsi vardır. Baxın, bu sahələr onların sentromeri hesab olunur. Deməli, istər iki xromatidli xromosom olsun, istərsə də bir xromatidli xromosomlar olsun. Hər bir xromosomun bir ədəd sentromer sahəsi vardır. Və bu sentromerlər o zaman artır ki, xromatidlər bir-birindən ayrılsın və ya qız xromosomlar bir-birindən ayrılsın. Bu da bölünmə zamanı baş verir anafaza mərhələsində. Və burada da meyoz prosesi zamanı deyir, 16 hüceyrədə sentromer sayı artmışdır. Gəlin baxaq görək, bu bir hüceyrə əgər yetişmə zonasına daxil olarsa, bu neçə hüceyrədə baş verər? Neçə hüceyrədə sentromer sayı artır? Buradan çəkirəm bir dənə başlanğıc hüceyrə, hansı ki yetişmə zonasına daxil olur və diploid xromosom dəsti tutaq ki 2N-dir. Və birinci bölünmə zamanı meyoz 1-in anafazasında homoloji xromosomlar qütblərə çəkilir və əmələ gələn hər bir hüceyrəyə iki xromatidli bir xromosom düşür. İndi bu iki hüceyrə, hansı ki meyoz 1-in sonunda əmələ gəldi, onlar daxil olacaqlar meyoz 2-yə, yəni ikinci bölünməyə məruz qalacaqlar. Bu zamanı isə homoloji xromosomlar artıq qütblərə çəkilib, axı hərəsi bir hüceyrənin daxilindədir. İndi xromatidlərin ayrılması baş verəcək və bir dənə xromosoma ən azı 2 vətər teli birləşəcək ki, xromatidlər bir-birindən ayrılsın. Ayrılan zaman sentromer sayı neynəyəcək? Sentromer sayı artacaq. Baxın, artır deyə, yəni xromatidlər bir-birindən ayrılır deyə artıq bir xromatidli xromosomlar qütblərə çəkilir və nəticədə sonda 4 hüceyrə əmələ gələcək. Deməli, hüceyrə mərkəzi neçə, daha doğrusu sentromer sayı neçə hüceyrədə artdı? Bax, bu bir hüceyrədə, bu da ikinci hüceyrədə. Deməli, yetişmə zonasına bir başlanğıc hüceyrə daxil olubsa, bax, bu iki hüceyrədə, oxlarla göstərirəm, bu iki hüceyrədə sentromer sayı artır. Çünki, yenə qeyd edirəm, xromatidlər bir-birindən ayrılır. Əgər biri daxil olarkən iki hüceyrədə sentromer sayı artırsa, bəs neçəsi daxil olanda 16 hüceyrədə sentromer sayı artar. Bu tənasübü həll edəndə cavab 8. A variantı olur. Diqqətiniz üçün təşəkkür edirəm.